Salam kanalımın değerli izleyicileri. Bugün sizinle en təbiisindən, en gözəlindən tut pehmezinin hazırlanmasını bölüşmek istəyirəm. Hazırlanma prosesi çok vaxt alır. Ancaq sonda nəticəni gördükdə insanın bütün yorğunluğu çıxır. Təbii ki, bu prosesdə en çok vaxt alan ve en yorucu hissə tutun çırpılmasıdır. Tutu çırpırıq, sonra ağacın budaqlarını, ağacın yarpaqlarını tutdan ayırırıq. Gözəlcə təmizləyirik. Tutu təmizlədikdə sonda pehmezin rəngi də şəffaf və təmiz olur. Təmizlənmiş tutu böyük bir qazanın içərisində qaynamağa qoyuruq. Təbii ki, ocaqda olsa çox gözəl olar. Tut qaynadıqdan sonra əvvəlcədən yuyub təmizlədiyimiz un meşoklarından istifadə edirik. Yaxşıca qaynamış ve soyulmuş tutu meşoklara töküb süzürük. Tam süzüldükdən sonra qatlaşıb rengi dəyişənə qədər qovururuq. Bizim zonada buna pehmez deyilir. Ancaq bəzi zonalarda doşab da deyilir. Faydası say bitməz. Min bir dərdin dərmanı olan bu pehmezi siz de hazırlayıp nuş edə bilərsiniz. Göz haqqınızı halal edin. Kanalıma abone olup beğenmeyi unutmayın. Növbəti videolarda görüşmək diləyilə. Çox sağ olun.